Ötən gün axşam saatlarında tanınmış meyxanaçı Orxan Lökbətanlının vəfat etməsi barədə mətbuatda və sosial şəbəkələrdə xəbərlər yayılıb. Doğru Xəbər Azərbaycan bildirir ki, meyxanaçının sosial şəbəkə hesabında bununla bağlı paylaşım olunub. Məlumatların doğru olmadığı bildirilib. Yalan xəbərdir. Orxan yaxşıdır, narahat olmayın deyə qeyd edilib. Məlumat üçün bildirək ki, Orxan Lökbətanlı bir neçə gün öncə xəstəxanaya yerləşdirilərək əməliyyat olunmuşdu. Boğazından əməliyyat olunan Orxan Lökbətanlı öldüyü xəbəri ilə bağlı sosial şəbəkədə paylaşım edərək bunları deyib. Hansısa vicdansız, ona Azərbaycanlı demək olmaz. O elə Azərbaycanın düşmənidir. Götürüb xəbər yayıb ki, Orxan vəfat edib. Əvvəla, ölümü hər gün xatırlamaq lazımdır. Amma Ramazan ayının ilk günü, niyyət axşamı bu qədər insanı narahat etmək? Belə bir adamı Allaha tapşırıram.